الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوا إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في محكم كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وما الحياة الدنيا إلا لعب ولهو وللدار الآخرة خير للذين يتقون أفلا تعقلون. Möhtərəm müsəlmanlar, dəyərli din qardaşlar, hər kəsdən əvvəl özümə və sizlərə ədalətli olub Allah Azza və Cəllədən haqqı ilə qorxmağı tövsiyə edirəm. Əziz qardaşlar, hər birimizin bu dünyaya gəliş məqsədlərimizdən biri də axirətimiz üçün sərmayə yığmamızdır. Bu dünyada torbamızı xeyir əməllərlə doldurub, axirət həyatında xoşbəxtliyə çatmaq üçün çalışmağa gəlmişik hər birimiz. Oxuduğum ayət-i kərimədə Allah Azza və Cəllə buyurur ki, bu dünya oyun və əyləncədən ibarətdir. Əsas həyat isə axirət həyatıdır. Biz təbii ki, hər birimiz çox gözəl bilirik ki, Allah Resulü sallallahu aleyhi və səlləmin zamanında yaşayan sahabələr kimi həyatımızı yaşaya bilməli. Amma ən azından onların yolunu getməkdən ötürü hər birimiz səy göstərir. Bəzən dünya həyatı bizi o qədər aldadır. Dünyanın şanı, şöhrəti bizi o qədər çaşdırır ki, axirətimizi unudacaq bir hala da gəlib çıxırıq. İbadət etdiyimiz zaman və yaxud ildə bir dəfə Ramazana yetişdiyimiz zaman çalışırıq ki, həqiqi mənada Allahın əmrlərinə tabi olaq. Amma bəzən namazdan ayrıldığımız zaman, məsciddən namaza qılıb çıxıb getdiyimiz zaman dünyaya yenə də rahat bir şəkildə başımızı qatıb, axirətimizi unudacaq halda gəlib çıxırıq. Təbii ki, bu insanlıq halımızdır. Çünki insan unutqandır. İnsana hər zaman davamlı olaraq insanın nəsihətə ehtiyacı vardır. Və hər birimiz bir-birimizə Allahdan qorxmağı nəsihət etmək məcburiyyətindəyik. Və həmçinin hər birimiz bu dünyada axirətimizə xeyirli sərmayə yığmaq məcburiyyətindəyik. Çünki bu dünya boşdur. Bu dünya bir neçə gündən sonra bəzilərimiz üçün bir neçə aydan sonra, bəzilərimiz üçün bir neçə ildən sonra son olacaq. Zaman keçəcək ki, burada hər birimizin yerində başqa müsəlmanlar olacaq. Zaman keçəcək ki, burada minbərdə mənim yerimdə başqa birisi sizə xitab ediləcək. Hər birimiz şübhəsiz ki, ölümün astanasındayıq. Ölümün hər zaman bizim üçün gəldiyini də heç şübhəsiz ki, bilirik. Peyğəmbər sallallahu aleyhi və səlləm Tirmizidə keçən hədislərin birində buyurur, bir ağıllı insan nəfsini hər gün hesaba çəkən və ölümü üçün
hazırlaşan şəxsdir. Bunun əksini də bilirsiniz. Yəni, insan günlük olaraq və yaxud bir gündən bir və yaxud 5 gündən bir nəfsini hesaba çəkirsə, mən hər birinizə bir sual vermək istəyirəm ki, və bu sualın cavabını da hər biriniz öz qəlbinizdə çox gözəl bilirsiniz. Son olaraq, nəfsinizi nə vaxt hesaba çəkmişik? Ən son olaraq, ölümü nə vaxt xatırlamışıq? Yəqin ki, hər biriniz qəlbinizdəki olan cavabı çox gözəl bilirsiniz. Amma halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm və onun əshabının bizə öyrətdiyi ölümü tez-tez xatırlamaqdır. Bəzən heç ölməyəcək kimi düşünürük özümüzü. Ölümü artıq hansı bir halda xatırlamaya gəlib çıxmışıq. Birisi dünyasını dəyişəcək, onun cənazəsində iştirak ediləcəm, onun dəfnində iştirak ediləcəm və yarım saatlıq, bir saatlıq bir müddətdə mən də öləcəm deyə düşünüb, oradan ayrılıb. Amma inanın ki, biz hər gün nəfsimizi hesaba çəkə bilsək, hər gün ölümü xatırlaya bilsək, bu günün 24 saatının 24 saatını da xatırlamaq deməkdir. Zaten biz onu günün 24 saatını ölümü xatırlasaq, iş görə bilərik və qazanc əldə edə bilərik, bir ailəmizlə məşğul ola bilərik. Amma ən azından gündəlik olaraq 10 dəqiqədə olsa ölümü xatırlamamız lazımdır ki, etdiyimiz əməllər sırf xeyir üzərində olsun. Çəkdiyimiz əziyyətlər sırf xeyir üzərində olsun. Ayət-i kərimədə Allah Azze və Cəllə buyurur: يَوْمَ لَا يَنْفَعُ مَالُ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ. O gün hesab verəcəyimiz gün bizim üçün nə mal, nə övlad bizim köməyimizə çatacaq. Onlar heç bir bizə xeyir verməyəcək. Yalnız və yalnız bizə xeyir verəcək şeyin nə olduğunu hər biriniz gözəl bilirsiniz ki, ayət-i kərimədə Allah Azze və Cəllə buyurur: يَوْمَ لَا يَنْفَعُ مَالُ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ. O gün təmiz bir qəlblə, sərin bir qəlblə Allah Azze və Cəllənin huzuruna çıxan şəxsdən başqa. Bizim vəzifəmiz nədir? Vəzifəmiz Allah Azze və Cəlləyə təmiz qəlblə çıxa bilməyimizdir. Çünki zaten bu dünyanı yaşayırıq. Və bizim üçün Allah Azze və Cəllənin qoyduğu bir müddət var. Bizim üçün qoyduğu bir zaman var. O zamandan sonra nə ölümümüzü bir an qabağa çəkə bilərik, nə bir anda geri çəkə bilərik. Harada olsaq belə ölüm bizi yaxalayacaq. Günümüzdə artıq qiyamətin əlamətlərindəndir burada. O da ölümlərin, qəfil ölümlərin sayını artıq bayağı bir çoxalır. Səhər dururuq, eşitirik ki, filan kəs dünyasını dəyişdi. Halbuki heç bir xəstəlik yox. Təbii ki, biz xəstəlikləri bəzən səbəb olaraq da göstəririk və yaxşı deyil. Biz qəbristanlıqlara baxdığımız zaman nə qədər bizim yaşlar, bizdən gənc insanların qəbirlərini, məzarlarını görürük. Ölüm bizə gəldiyi zaman da boğçamızı xeyir əməllərlə doldurmamız lazımdır ki, Allah Azze və Cəllənin qarşısına çıxdığımız zaman Allah Azze və Cəllə də bizdən razı olmuş olsun. Qulum, mən səndən razıyam, gir cənnətimə desin. Amma Allah qorusun, boğçamızda xeyir əməllərimiz az olarsa, o zaman hesabımız da biraz uzanmış olacaq. Bizə Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi yadına düşdü. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, hədislərin birində bir ölümü dadan, ölən hər bir kəs peşman olacaq. O istər xeyir əməl sahibi olsun,
istər xeyir əməl sahibi olmasın. Və hədisin davamında deyir ki, xeyir əməl sahibinin peşmançılığı ona görə olacaq ki, keşkə mən xeyir əməllərini daha da artırardım, xeyir əməllərini daha da çoxaldardım, sədəqəmi daha çox verərdim, ibadətlərini daha çox eləyərdim, insanlarla rəftarımı daha da gözəl eləyərdim deyə o mərtəbənin gözəlliyini hiss etdiksə onun peşmançılığını çəkəcək. Xeyir əməl sahibi olmayanların peşmançılığı da hər birimizə təbii ki, məlumdur. Allah Resulü sallallahu aleyhi və səlləmin Tirmizidə keçən bir hədisində Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, qiyamət günü Allah Azze və Cəllə insanı 4 şeydən hesaba çəkmədən ondan əl çəkməz. Onlardan birincisi, ömrünü harada sərf etdiyindən, necə sərf etdiyindən. İkincisi, gəncliyini harada keçirdiyindən. Çünki bilirsiniz, gəncliyin ibadəti yaşlılığın ibadətindən biraz fərqlidir. Gənc yaşlarında içinizdə gənc qardaşlarımız var. İçinizdə gəncliyini yaşamış qardaşlarımız var. İçinizdə gənc olacaq inşallah ki, qardaşlarımız var. Gəncliyin ibadəti çox çətin olur. Çünki şeytan hər tərəfdən insana hücum eləməyə başlayır, çox çətin olur. Amma biz gəncliyimizi Allahın istədiyi formada keçirə bilsək, bu bizim üçün böyük bir qazancdır, böyük bir uğurdur. Üçüncüsü, malını haradan qazanıb, hara xəstəliyindən, dördüncüsü də bildiyi ilə necə əməl etdiyindən. Bu 4 şey var ki, bu 4 şeydən Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, bu 4 şeydən insan hesaba çəkilmədən ondan əl çəkilməz. Bu 4 şeyin içində də bütün hər bir şey var. Ömrümüzün harada sərf eləməyimiz, gəncliyimizi necə sərf eləməyimiz, qazandığımız malı haradan qazanıb, necə xərcləyməyimiz və bildiyimiz şeylərə necə, hansı formada əməl etməyimiz. Sahabələr bu hədisləri eşitdiyi zaman inanın ki, qardaşlar, qəlbləri titrəyərdilər, göz yaşlarını saxlaya bilməzdilər. Hətta bu hədislərin təsirindən Həzrət Əbu Bəşir radiyallahu anh dəfələrlə cavab olaraq deyir ki, keşkə bir ağac olaydım da mən hesab verməzdim. Bunu kim deyir? Bunu Əbu Bəşir radiyallahu anh deyir. Bizdən qat-qat üstün bir kişi, bizdən qat-qat üstün bir şəxsiyyət deyir. Əməlləri ilə, etdiyi xeyirxah işlərlə, Allaha və onun Rasuluna bağlı olan bir şəxsdir. Ki, hansı ki, o sahabə Həzrət Əbu Bəşir radiyallahu anh Allah Azze və Cəllə ayət nazir edəndə sevdiyiniz şeylərdən Allah yolunda verir. Allah Resulü sallallahu aleyhi və səlləm bunu əshabına çatdırdığı zaman Həzrət Əbu Bəşir radiyallahu anh evində olan nə varsa hamısını gətirir verir. Yəni, bu sağı bir özümüzə verək. Biz evimizdə olan hər bir şeyi sədəqə olaraq verə bilərik. Yox, verə bilmərik. Hər bir şeyimizi verə bilmərik. Bu mümkünsüzdür. Hazırda bizim nəfsimizə görə, bizim həyatımıza görə, bizim yaşantımıza görə bu mümkünsüz olan bir şeydir. Biz bunu edə bilmərik. Amma bu şeyləri eləyən şəxsiyyətlər bu hədislərin təsirindən özlərinin ağaz olmağını arzuluyurlar, istəyirlər. Biz daha çox çalışmalı deyilik mi, qardaşlar? Biz daha çox əziyyət çəkməli deyilik mi? Bir deyim var, 5 günlük dünyadan ötürü ahirətimizi hədər nə üçün edək ki? Allah Resulü sallallahu aleyhi və səlləm qiyamət günü 7 sinif insan var ki, bəlkə əksəriyyətiniz bunu bilirsiniz. 7 sinif insan var ki, onlar Allah Azze və Cəllənin ərşinin kölgəsində
kölgələcək və onlara heç bir şeylə toxunmayacaq. Onlar bir növ, belə desək, keyf edəcəklər. Bu sinifə mənsub olanlar kimdir? Ədalətli rəhbər, ədalətli hökümdar, ədalətlə, haqdan, hesabdan işini idarə edən hökümdar, gənc yaşlarında Allaha bağlı olan insan. Üçüncüsü, qəlbi məscidlərə bağlı olan birisi. Dördüncüsü, bir-birlərini yalnız Allah üçün sevənlər. Mənfəət üçün deyil, Allah üçün sevənlər. Həqiqi mənada bir-birlərini Allah üçün sevənlər də o ərşin kölgəsində olacaq. Beşincisi, vəzifəli və gözəl bir xanım ona zina təşrifi etdiyi zaman mən Allahdan qorxuram deyib, ondan uzaqlaşan kişi. Altıncısı, sağ əlinin verdiyini sol əlinin bilməməsi, bilmədiyi sədəqə verən kişilər və qadınlar. Yedincisi, tək qaldığında Allahı xatırlayıb gözlərindən yaş axan insan. Bu 7 sinifin mənsubları, bu 7 sinifə nisbət olan insanlar inanın ki, hər biri qurtulacaq. Çünki hər birimizin, əksəriyyətimizin əzbərində olduğu ayət var. فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَى وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَى. Zərrə qədər xeyr, əməl sahibi olanlar onun qarşılığını mütləq alacaq. Zərrə qədər zərrə düşürənlər də yenə də onun qarşılığını mütləq alacaqdır. Allah Azze ve Celle bizim hər birimizi bu 7 sinifdən ən azından birinə nisbət edən qullarından eləsin. Ələ inə əhsənəl kələm və əbləğən nizam kələmullahi məlkil əzizil alləm kəmə qalə Allahu Teala və təqamət el-kələm və izə quliyyə Qur'an fəstəmi'u ləh